بسم الله الرحمن الرحيم والحمد لله رب العالمين وصلى الله على سيدنا محمد وآله الطاهرين والعاقبة للمتقين. اللهم عجل لوليك الفرج والعافية للناس وسهل مخرجهم وأهلك أعداءهم وانصر شيعتهم واحشرنا معهم وانصرنا بهم نصرا عزيزا. بسم الله الرحمن الرحيم. اللهم كن لوليك الحجة بن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه الأرض طوعا وتمتعه فيها طويلا. Salam olsun bütün Rızar-ı Məclisə, əziz dostlarımıza, böyüklərimizə, ruhanilərimizə, axsaqlarlarımıza, ağlıçəklərimizə, seyidlərimizə və övladlarımıza Allah'ın salamı və rəhməti hamısının üzərimizə olsun inşallah. Nuş olsun, əmin-i vəli inşallah. Allah sizlərə afiyyətlə inşallah nuş etmək qismət eləsin. Gözəl mərasim günündə verilən ihsanatlar və xeyrətlər ilahi dərəcədə qəbul olsun. Allah'tan bütün bu xidmətlərin qəbul üçün təvəqqə edirik, inşallah iltimas edirik. Başda bu məclisin sərbəfkarı olan və məclisi ənsiyyətə çıxardan əziz qardaşımız, Hacı Zabit qardaşımıza öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk ki, o və onun kollektivi, dostları çox böyük zəhmətlər sayəsində bu məclisi ərsə gətirirlər. Və biz onun canlı şahidi olmuşuz. Məndən burada biz də onu gördük. Allah Teala bu yeri də qardaşımıza, bizim qardaşlarımıza, bacılarımıza lütf edən kardeşimize de uzun ömür can sağlığı versin. Allah ondan razı olsun. Ölenlerin rahmetlerine can sağlığı. Hemçinin Zalip kardeşimize, hemçinin de bütün bu işlerin görülmesinde büyük hizmetler gösteren, əziyyətlər çeken aksaklarlarımıza ve zaman kardeşlerimize dərin teşekkürlerimizi bildiririk. Allah hamınızı İmam Zaman yolunda ve böyle güzel hizmette karar versin hemşe her zaman. Allah qəbul etsin. Allahümme teqabbel minna inşallah. Xeyirli amal, cəmi xeyirli əməllərimizi Allah qəbul etsin. Allah'tan istəyək ki inşallah bizi İmam Zamanımızdan ayrı salmasın. İnşallah onun zuhurunda da başı uca, alnı açıq, ona güzel şekilde hizmet eden əsgərlərindən, hizmetçilerinden olan. Hətta əsgərlərinin hizmetçilerinden de olsak olan inşallah, o da bizim için şərafətdir. Hizmetçilerinin, nökərlərinin nökəri de olsak bizim için şərafətdir inşallah. Allah nəsib etsin. Herkesin qəlbi təmiz niyyətlə bunu arzularsa, Allah ona İmam Zaman Ağaya hizmet eləməyi öz yerində lazım olanda nəsib edəcək. Allah razı olsun sizlərdən inşallah. Almanya kimi gəlib, özcə yad bir yerdə, öz vətənimizdən kənarda, siz belə bir şəraitdə, çətinliklərə baxmayaraq, buna sinə gəlib, Mövlamız İmam İqtisayib Zaman Ağamızın nəzər diqqətini cəlb etmək üçün ağamızın qəlbini özündən razı salmaqla Allah'ı da razı salmaq istəyirsinizsə, Allah da həqiqətən də sizlərdən razı olsun inşallah. Bu gözəl işlərə iqram etdir. Allah bərəkətinizi artıq eləsin. Birliyinizi, mehribançılığınızı daha da çox eləsin inşallah. Əziz dostlar, İmam Zaman Əleyhisselamın haqqında bizim üstadlı ruhanilərimiz, böyüklərimiz, Hacı Elçin qardaş və digər ruhanilər, şairlər, mərkahlar, maşallah, Hacı Zabit qardaş özü də çox gözəl mətləblərə toxundular. Və demək olar ki, onlar söhbətin məqsədi olan bir çox gözəllikləri bəyan elədilər. Orada necə deyim, artıq söz deməyə ehtiyac qalmadı. Allah onlardan razı olsun. Vücudları səlamət olsun inşallah. Allah bərəkətini artıq etsin. Amma mən də istərdim ki, öz növbəndə istərdim, öz ürək sözlərini deyim. Peki de lazım olacaq. Həzrət Mehdi Hacallahu Teala Fərəzul-i Şərif Aleyhisselam bizim tarixlə, milad tarixlə 869-cu ildə Samilə şəhərində dünyaya göz açır. Peyğəmbər ailəsində. Atası 11-ci İmamımız İmam Həsən Əskəri Aleyhisselam, anası isə Nərcis Xatun Aleyhisselamdır. O Xatun
Özü, bəlkə də oxumusunuz, bilirsiniz. Rum Qeysərinin qızı olur. Rum Qeysərinin qızı olur. Müsəlmanlar qələbə çaldıqdan sonra düşmənlər üzərində onları əsir götürürlər. Bu əsirlər içərisində həmən xanım da gəlir və onu İmam Əli Əmnəli Əleyhisselam oğlu İmam Həsən Əskəriyə alır. İmam Həsən Əskəri Əleyhisselamdan da dünyanın son xilaskarı İmam Mehdi sahib zaman dünyaya gəlir. Həmən bu xanımdan. Bu xanım Rum Qeysərinin qızıdır. Yəni İmam Zaman Əleyhisselamın anası, yəni İmam Zaman adamın özü ana tərəfdən gəlib çıxır Avropa'da. O vaxtki Rum təkcə Türkiyə demək deyildi. Həm də Avropanın bir hissəsiydi. Yəni bilin ki, siz Avropada yaşayan müminlər, Həzrət İmam Mehdi sahib zamanında bir tərəfi Avropalıdır. O məntiqə əsasən. Görürsünüz də, gəlib Allah'ın qismətinə bax ki, İmam zaman alan mövlud edəcək anasının vətənində keçirir. Avropada keçirir. Yəni, hamı yani İmam Zaman için millət söhbəti olmayacaq. İmam Zaman ana dünyanın xilaskarıdır. Bütün dünyadan zülmün əleyhinə olan insanlar, zülmə qarşı çıxanlar, məzlumun yanında olanlar İmam Zamanın yanında olacaqdır. Belə bir söz var, bilmirəm o söz kimdir. Deyilə ki, İmam Zaman Əleyhisselam'a öz köməyini yaxından əsirgəməyənlərdən və çox hissəsi Avropalılar olacaq. Avropa gəncləri olacaq. Avropanın gəncləri təmizdir. Onları tərbiyə etmək lazım. Onları İmam Mehdi sahib zamanı tanış etmək lazım. Ondan ötürü də İmam Zamanı təbliğ etmək lazımdır. Onun dəyərlərini öyrətmək lazım. Amma əməllərimizdə görəsən İmam Zaman Əleyhisselamın qəbuluna düşmək çətindir yoxsa asan. Bax buna biz axtarmalıyıq. Bəziləri qızıl peşindədir, bəziləri pul peşindədir. Amma görəsən biz kimin, nəyin peşindəyik? Biz istəyirik ki, İmam Zamanla görüşək, söhbət edəyək, onunla həm söhbət olaq, amma görəsən onun görüşmək üçün, ona nail olmaq üçün, o saadətə nail olmaq üçün nə etmək lazımdır? Çox saadətli işlər var ki, onları eləməliyik. Birinci növbədə bilin, əziz dostlar, İmam Zaman Əleyhisselamın hüzuruna, onun özəl hüzuruna müşərrəf olmaq üçün düzgünlük əsas şərtdir, sədaqət, sidq-ü səhra əsas şərtdir. Əgər sən çoxlu ibadət etsən belə, çoxlu elmə sahib olsan belə, nə bilim güclü olsan belə, varlı olsan belə, əgər sənin qəlbin təmiz olmasa, əməllərin pak olmasa, ürəyin təmiz olmasa, ürəyində kin-küfrət, xəyamət, ədavət, paxıllıq olsa, sən o sədaqətli bir varlıqla necə görüşə bilərsən? Necə o saadətə nail ola bilərsən? Allah-u Teala onun məqamını və ünvanını sədaqətdə qərar verir. Allah rəhmət etsin, böyük alimlərdən Həsənzadə Amiliyə Ayətullah Həsənzadə onun böyük şəxsiyyətlərimizdən idi. Ruhu şad olsun, ruhuna bir salavat zikr edin. Allah'a sallallahu. Havadan soruşdular ki, Həzrət İmam Əcəllah Teala Fənəcəb-i Şərifin ünvanı, yeni məkanı hardadır Allah? Yəni, bilmək olar harada yerləşir. Dedi, o, Quranın Əl-Qəmər surəsinin 55-ci ayəsində yerləşir. Dedi, necə bəyəm? Dedi, Qiymət əd-Siddin ində məlikin müqtədir. Onun məqamı və ünvanı o gözəl Allah-u Teala'nın dərgahındadır ki, o sidq-ü səfadır. Yəni, sənin qəlbində sidq olmasa, düzgünlük, dürüstlük olmasa, əməllərində dürüstlük olmasa, çox da onu çağırmaqla da, hətta ona layiq nedir, layiq olmadı, işləri görüb onun hüzuruna həvəs göstərməklə də mümkün olmayacaq. Gərək ki, düzgünlüyü olmasın. Həm bizə aiddir, həm hamıya aiddir. Elə mordalara da aiddir. Allah da hamımıza o düzgünlüyü qismət eləsin. Necə veya düzgünlüyü? Ata balaya qarşı, bala atıya qarşı, qız anasına qarşı, gəlin qaynanasına qarşı, necə deyim, müəllim öz yetirdiyi tələbəsinə, tələbə öz müəlliminə, ustadına qarşı, cəmiyyətdə gedən bütün proseslərdə, işçi öz müdürünə, müdür öz işçisinə qarşı gərək münasibətlərini saxlasınlar, gərək düzgünlüyü qorusunlar, rəhm eləsinlər bir-birlərinə, məhəbbət göstərsinlər, sevsinlər, güzəş eləsinlər, fədakar olsunlar. İmam Zaman fədakarlıq sevir. İmam Zaman fədakarlıq sevir. Şaban ayı gözəl aydır. Bu ayda şəhadət yoxdur. Bu ayda bütün ay mövluddur. Çox təəccüblüdür ki, məsələn, Məhərrəm ayında, Səfər ayında mövlud yoxdur. Amma Şaban ayında şəhadət yoxdur.
Hamısı deyib mövludlar. Baxın, bütün mövludlara yola salmışıq. İmam Hüseyin olan mövludu, Həzrət Abbasın, İmam Səccadın, Əli Əkbərin, hətta Qasım İbn Həsənin, İmam Hüseynin iki qızının da mövludlar bu aydadır. Bu da eyni zamanda son yekun mövlud, İmam Zaman mövludu, Nimi Şəbaniyyə. Bu ağa bərəkətli ağadır. Peyğəmbərə məxsus ayıblı ağa da toxundu məsələyə. Allah razı olsun. Ona görə bu bərəkətli ayda İmam Zaman eşqinə etsəniz, Allah sizi inşallah onun hüzurlu nail olmağa kömək etsin. Bəs görəsən İmam Zaman əleyhissalamla görüşmək mümkündür, bəli. Əllamə Muhammed Baqir Məclisi Bihar-ül Envar kitabında da buyurub, 50'den çox insan, yani böyük alimlərimizdən 50'den çox insan İmam Zamanla adıyla görüşmək şərafətinə nail oldular. Onu görüşmək, görmək mümkündür. Bəzi alimlərimiz ixtilaf ediblər. Şeyh Nü'mani kimi, məsələn, Qeybət Nü'maniyyənin müəllifi Şeyh Nü'man Həzrətləri, Allah rəhmət eləsin, rəhmətullah aleyh. Yəni o deyib ki, bu mümkündür. İmam Zamanla görüşmək olmaz. Amma İmam Zamanla görüşənlər də olur. Allah sizə də qismət eləsin, inşallah. İmam Zaman əleyhissalamın yerində görüşmək üçün düzgün. Namaz qılmaq şərt deyil, haqq təkcə. Oruç tutmaq şərt deyil, düzgün. Əməldə bir yalancı olmamalısan. Fırıldaqçı olmamalısan, dolandırıcı olmamalısan. Halal yeməlisən. İmam Zaman gəlib sənin birdən bizə ki, mənə evdə apar, çörək yemək istəyər. Ona evdə çörək verməyə halal çörək. Bir də İmam Zamanın çağırdığında əllər ki, göyə qaldır, o dualar eləyən qarnında halal tükər olmalıdır. Bir də xahişim odur ki, əziz dostlar, mən Almaniyanın bir sıra şəhərlərində oldum, məscidlərə getdim, gördüm İmam Zaman bu fərəc duası ki, oxuyurlar, çox az oxunur, çox az. Amma böyük müştehidlər, ayətullahlar, hətta onları öz qunutlarını belə oxuyurlar, qunutlarında Allahümme kulli veliyyigəl, hüccətimdir, Həsən duasıdır. Amma görürəm ki, az oxuyur o duanı. O dua ən məşhur dualardandır ki, hər imamın dövründə Hüccətimdir, Həsənin yerində o dövrün imamın adı çəkilib, o dua oxunurdu. İndi işte onun növbəsidir, onun duası oxunmalıdır. Hətta İmam Zaman əleyhissalam görən alimlər özləri ağadan eşitdilər ki, ağa kilə iqtizar edib ki, namaz qıldılar, getdilər mənim şiyələrim mənə dua etmədi, mənim gəlişim üçün, mənim pərəzim üçün. Namazı qılıb qaçdılar, mənə dua edəmədilər. İmam Zamanın ağanın hər bir gəlişi üçün etdiyimiz dua bir bərəkətdir. Ayətullah Behçət rəhməllah aleyhdən Allah rəhmət eləsin soruşublar ki, bu Allahümme kulli veliyyigəl hüccətimdir Həsən duası ki, hamı oxuyur. Bunun nə mənası var ki, bu qədər oxuyur, neçə illərdə oxunur. O elə bir duadır ki, ola bilsin ki, Allah onun miqdarında bir xeyir qoyur. Yəni o öz miqdarına çatanda ilə zulür olur. Ola bilsin ki, bəlkə də 1 milyar ədəd oxunmalıdır, bəlkə 100 milyar oxunmalıdır, biz bilmiyoruz sözünü. O miqdar gəlib çatanda İmam Zaman zulür edir. Dedi ki, Musa Peyğəmbərin dövründə hələ ondan qabaq Firon zülm edir insanlara. Xalq Musa'nı arzulayır. Eşitmişlər ki, Musa əleyhissalam zuhur edəcək, amma Musa əleyhissalamın zuhuru gecikirdi. Bir qadın siz ürəklə Musa əleyhissalam üçün günlərlə dua elədi. Allah Həzrəti Musa'nın zuhurunu 170 il qabağa saldı. Bir qadın, müminə qadının duasının və bərəkətindən Həzrəti Musa'nın gəlişi 170 il qabağa düşdü. Ola bilər sənin mənim duam İmam Zamanın gəlişinə müsbət təqsir qoyacaq və ağa tez gələcək inşallah. Ağanın gəlməsi üçün 5 əsas şərtdir. Hər kəs bu 5 əsas amildən, əlamətdən qabaq desə ki, mən ağanı görmüşəm, mən ağa ilə görüşdüm, söhbət edim, o yalancıdır. Yəni, gəlişi üçün deyəm ağa, düz görmək ola bilər. Yəni, müştəhidlərimiz, alimlərimiz görüb, ancaq ağanın gəlişindən xəbər vermək yalan olar. Ancaq gərək 5 dənə əlamət olsun. Buna deyirəm, əlamət xas, xüsusi əlamətlər. Bir də var ümumi əlamətlər. Ümumi əlamətlər deyirəm, artan bu fitnə, fəsad, zülm, istiqlal, nedir o zinakarlıq, sələmxorluq, rüşvətxorluq, bunlar ümumi əlamətlərdir. Bir də var, Ramazan ayında göydən nidanın gəlməsi. Bir də var, Süfyanın nəslindən, Əbu Süfyan nəslindən Süfyanın xurucu, Dərcanın gəlişi ikinci əlamətlərdəndir. Bir də var, Beyza çölündə Dərcan ordusunun Məkkə və Mədinə arasında təsvir
Beyda deyirlər. Beyda çölündə o qoşunun yerə batması, Dəccalın ordusu yerə batması bir möcüzə olacaq. Bir də var, Yamaninin hürucu, Yamanlar hüruc edib Yamanlar. Allah onları qorusun, Hüsilər özün əlamətdir. Bir də var, Nəfs-i Zəkiyyənin Muhammed adlı pak bir şəxs İmam Hüseyin nəslindən. Onun rükünlə məqam arasında şəhid olması. O hadisedən 14 gün sonra, 2 həftə sonra İmam Zaman zuhur edəcək. Bax, bu əlamətlər olmalıdır ki, İmam Zamanın qəti zuhur əlamətlərdir. Buna deyilər, əlaim-i zuhur-i qəti ya hətmi. Bu olmalıdır inşallah. Əvvəldən qabaq heç şey deyəbilməz ki, İmam Zaman zuhur edir. Ama bugün görsən ki, yalancı Mehdisilər var keçiyor. Deyir, mən Mehdiyəm. Əstağfurullah. O qədər çıxıb görürük. Biz də Mehdinin arzuyuz. Allah inşallah onun olanı şərafətli zuhurunu bizim inşallah onu gətirdiği izzətlə gözümüzün aydınlaşdırsın tezliklə və fərətini yetirməklə gözümüzə sevinç və fərət gətirsin. Mən istəyirəm ki, sözünün sonunda yazdığım bir şeylə də xətm edeyim inşallah. Allah razı olsun. Arada bir də görürsən, ilhama gəlirəm, Əhl-i Beytdən şeirlər yazıram. Haqqıza alayım. Şairlərin qarşısında bəlkə də biz yaxşı yazan var ya, hər halda Allah qəbul etsin, çalışırıq ki, yazırıq. Şehri bile böyle zamanı həsr olunur. Allah bize İmam Zaman ağamızın zuhurda başımıza eylesin. Yetiş ey sahip zaman. 4 kitap veripdir zuhurdan nişan. Yani bütün kitaplar onun zuhuruna haber verir. Hatta Avesta'da ondan haber verir. Avesta. 4 kitap veripdir zuhurdan nişan. Artık yetişiptir o vaxt o zaman. Tez yetiş, kılas ey sahip zaman. Hak, nizam, adalet alıp gelir. Gel dünya küfr ise dağılıp gelir. Məzlumun naləsi ərşə dirənir. Sanki yeryüzünə bəla ələnir. Qəlblərdə mərhəmət hissi tükənir. Məhəbbət çiklənir, bulanıb gedir. Məhəbbət də mənim məhəbbət deyil. Gəl dünya küfr ise dağılıp gedir. Səmniyyət qalmır. Vicdanla ləyaqət bir baş tacıdır. Pay kimi verilen rüşvət adıdır. İndi rüşvət pay kimi verilir. Rüşvətə hörmət deyib verirlər. Sələmxor görünən dindar hadıdır. Hətta bəzi hadılar var, dırnaq arası sələm verirlər. Riba verirlər. Əsl din sahibi azalıp gedir. Gəl dünya küfr fıdalıb gedir. Bir Allah xətrinə əməlimiz yox. Bir Allah xətrinə əməlimiz yox. Yəni, çox ixlaslı əməlimiz azdır. İxlasla iş görə bilmirik. Allah nəsib edəsin. Əla lillahi din xalis. Haqqı, həqiqi imandan təməlimiz yox. Bir səmtə dolanan ələmimiz yox. Ələmlər hər səmtə dolanıb gedir. Ələm bayraq deməkdir. Hələ bir bayraq qaldı, deyim, mənim məzhəbim dinim düzdür. Mənim yolum haqdır. Ona görə deyəm ki, ələmlər hər səmtə dolanıb gedir. Gəl dünya küfrüzü dağılıb gedir. Bir bayraq olardı, o da İmam Zaman bayrağı. Ya, əsalət Allah, onun bayrağının üstündə o yazır. İmam Hüseyin diyarını yazılır. Necə, Muxtarın da bayrağında o yazılmışdır. Allah rəhmət eləsin. Gətir zülfüqarı haqqın xətrinə. Həmən zülfüqar ondadır. Gətir zülfüqarı haqqın xətrinə. Düşmənlər qurubdur dinin dəstinə. Pənah ver məzluma, götür zaminə. Məzlumun haqları qaplanıb gedir. Gəl dünya küfrüsü dağılıb gedir. Dəccallar hükm edir din adı haqqda. Bugünün dəccalları tanımalısınız. Bugünün Muaviyyələri tanımalısınız. Bugünün Əliləri tanımalısınız. Seyyid Əli Xamneyi Allah var eləsin. Bugünün Əlisi Seyyid Əli Xamneyidir. Onun huzurunda, onun yanında, kənarında olmalıdır. Əgər sən onun qəlbini bilsən, Seyyid Əli Xamneyinin, Seyyid Əli Sistaninin, sən bunların qəlbini bilməzsən, İmam Zaman qəlbini hardan biləcəksən? İmam Zaman necə qoruyacaqsan? Sən bunu qoru ki, Allah görsün səndəki o şücaəti, o sədaqəti, Allah İmam Zaman'a göndərsin. Bu da Əlidir, bu da Əli, adı Əlidə Seyyid Əli, Seyyid Əli Sistani, Seyyid Əli Xamneyi. O zamanın Əlisi, bu da bu zamanın Əlisi. Dəccallar hükm edir adı atda. Elə bir onlar artıq sanatda. Ədalət azalıb kainatda. Ümidlər üç olub doğranıb gedir. Gəl dünya küfrüsü dağılıb gedir. Fərət duasını hər gün söylərik. Təklikdə, birlikdə
birlikdə səni səslərik, Mehdi canı zuhur et, səni gözlərik, dualar duaya dalanıb gedir, gəl dünya, küfrütünə dağılıb gedir. Hər cümə gözlədik, intizar çəkir, cümədən cüməyə həmçinin gözlə İmam Zaman gəlməkdir. Amma İmam Zaman nəsə gəlmir, ola bizim sədaqətimiz azdır, vəfamız azdır, səfamız azdır, cəfamız çoxdur. Hər cümə gözlədik, intizar çəkib, göylərə nalələr, nəvalar çəkib, bu hicran odundan cəfalar çəkib, səbrimiz tükənir, taplanıb gedir, talanıb gedir, gəl dünya küfrüslə boğulub gedir. Sənsiz bu cihanın səfası yoxdur, dərdlərin çarəsi, dəvası yoxdur, üşşadın məlhəmi, şifası yoxdur, fərahın odunda odlanıb gedir, gəl dünya küfrüslə dağılıb gedir. Qərib bir seyidə şirin arzusan, qərib bir seyidə şirin arzusan, nəzər-i lütf ilə bağrına bassan, nə olar özünlə alıb aparsan, şairdir sinəsi dağlanıb gedir, gəl dünya küfrüslə dağılıb gedir, gəl dünya küfrüslə dağılıb gedir. Allahümme əccil fərəcəh şərif və əccil lənə yuhurənə. Allah'ım bizlərlə inşallah ağamızı görməyə qismət elə, onun zuhuruna da inşallah xidmət eləmək, ona əsgər olmağa, ona layiq olmağa bizlərə inşallah nəsib ver və şans ver inşallah, ilahə inşallah. Bu məclisin sahiblərindən də bu gözəl xeyratları və insanlar qəbul edir inşallah. Nə xidmətlər oldu, nə söhbətlər və gözəl ilahilər oxundu, ilahi öz dərgahında gözəlliklə qəbul edir inşallah. Allahümme təqabbel minna, innə entes semî'ud du'a. Bihaqqi Muhammedin və âli salavat zikrihi. Allahümme salli ala Muhammed və âli Muhammed və accil ferəcehum və ferecen amin. Vesselamu aleykum və rahmetullahi ve berekatuhu. Hakkınızı helal edin.